Yuxarısı meydancadır, yoxsa belə Tam meydança kəskindir? deyil, belə bir başlıqdır. Dura bilirsən, amma orada da ipin üzərindəsən də. Məsələn, ipin açılsa, məsələn mən Küləyə apara orada bilər. ayağa durdum şəkil çəkdirməyə, videoya. Məsələn, mən orada ipə bağlıydım, amma yenə də görürdüm ki, elə mən bayraqla özüm də belə əsirdim. Böyük yer deyilmi? Çox böyük yer deyil, yəni o Onda elə sivridir də. sivridir, bəli. Bax belə bir yerdir. Meydançası var, amma belə tam belə meydança deyil də, düz dura biləcəyin bir meydança Deməli, deyil. bir qalxıb düşməlidir ora. 3 də olur, 5 də olur, qrup şəklində dayana bilirsən. Çox böyük belə hərəkət eləmək olmur. Çox böyük Ora hərəkət gedib, o tərəfə, eləmək bu olmur. tərəfə. Olmur, yox. Çünki Çıxdım, qalxdım, ipdir. düşdüm. Nəsə bir 3-4 nəfər yan-yana bağladınız, şəkili çəkdiniz və s. Məsələn, növbəti dağçılar gözləyir ki, enəsiz ki, onlar da çıxsınlar və fonda heç kəs olmasın. Yer balaca olduğu üçün fonda heç kəs olmasın. Hamı istəyir ki, o səma ilə falan, nə bilim, möhtəşəmliyi özündə əks elətdirsin şəkil. Yəni